Bugün əməkdaşlarımız Prezident İlham Əliyevlə görüşdə iştirak edən təyyarənin sağ qalan 2 ekipaj üzvündən birinin, bələdçi Zülfüqar Əsədovun evini ziyarət ediblər. O, Prezidentlə görüş təəssüratlarını İTV Xəbərlə bölüşüb. Salam, hoş geldiniz. Sağ olun, hoş geldiniz. Embraer 190 tipli sərnişin təyyarəsinin sağ qalan 2 ekipaj üzvündən biri Zülfüqar Əsədov. Bugün Prezident İlham Əliyev onu 1-ci dərəcəli rəşadət ordeni ilə mükafatlandırıb. Mən və Aydan xanımla da bəli, Prezident bizə təqdimat elədi. Bu rəşadət ordenini bizə verdi. Çox sağ olsun. Yəni o bizə cənab Prezidentimiz dəyər verdi bizim işimizə. Qəzanın video görüntülərini ard-arda izləyən müsahibimiz o anları yenidən xatırlayır. Dəhşətli qəzadan sağ çıxdığına hələ də inana bilmir. Heç bilmirdim mən oradan sağ çıxacam yoxsa yox. Çox belə dəhşətli görüntü idi. Mən hesab edirdim ki, ölümə hazır olmalıydım o məqamda. Mən elə bilirdim ki, öləcəyim də. Yəni o dəhşətli bir o dalağın içindən ki, biz sağ-salamat çıxdıq. Özüm də inanmıram ki, sağ qalmışam. Mənlə bərabər o sağ qalanlar var. Yəni bu heç inamım yox idi. Gəldi bu formada. Bu hissəsi deyən kimi burada alov yarandı. Təəssüf ki, komandanın 3 üzvü, pilotlar və baş bələdçi qəhrəmancasına həlak oldu. Müsahibimiz deyir ki, pilotlarımız sağ qalmayacaqlarını bilirdilər. Onların məqsədi sərnişinləri xilas etmək idi. Yəni arxa hissəsi elə bilən ki, yəni salamat qalmışdı. Bəli. Bizim o qəhrəman pilotlarımız çox çalışdılar, çox əllərindən gələni əsirgəmədilər. Yəni çox qəhrəmanlıqlarıyla çox çalışdılar, çox vuruşdular ki, təyyarəni ən azından yerə indirsinlər. Yerə indirdilər, şükür Allaha. Yəni amma təəssüf edirəm ki, onlar sağ qalmadı, biz sağ qaldıq. İndi Zülfüqar Əsədov araşdırmanın nəticəsini gözləyir. Gözü yolda, qulağı səsdədir. Allah bir də bizim xalqımıza, bizim necə deyərlər, Azərbaycan xalqımıza belə bir qəzanı, belə bir necə bir hadisəni göstərməsin. Günahsız yerə həyatını itirdilər. Günahkarlar cəzalanmalıdır, bəli. Hər halda günahkarlar gec-tez cəzasını alacaqlar. Qəhrəmanlar isə adlarını tarixə yazdılar. Vurğun Mədətov, Namiq Ağayev, İTV Xəbər.